silahlı şeyler. Bunların Yo, hepsinin bunlar boşluğu şey var. silahla atılan şey değil ki de arkasında yüz olsun. Bunlar istidən partlayanlar. Yəqin ki, bu filmdə istifadə olunan şeylərdir də. Partlayır abi, yəni belə. Filizdə salamat. Yox, başlıqları yoxdur, heç bir. Bunlar var. Bakının Yasamal rayonunda güclü partlayış və yanğın baş vermiş Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasının pirotexnika ambarından yeni görüntülər var. Oxuazın təqdim etdiyi eksklüziv videoda ambarda partlamamış xeyli sayda patron görünür. Hadisə yerində olan mütəxəssislər bildiriblər ki, patronların başlıqları yoxdur, içi də boşdur. Həmçinin ambarda tüstü şaşqaları da saxlanılıb. Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 26-sında saat 23 radələrində Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Məlumat əsasında Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsi əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin mütəxəssislərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə ekspertizalar təyin edilib və təxirə salınmaz zəruri prosesual hərəkətlər icra olunub. İlkin araşdırma zamanı müəyyən edilib ki, Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyası ərazisində yerləşən film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan pirotexniki vasitələrin saxlanc ambarında yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi nəticəsində sözügedən bir mərtəbəli tikili dağılıb. Kinostudiyanın inzibati binası və yaxınlıqda yerləşən yaşayış binasının müəyyən mənzillərinin pəncərələrinə isə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda faktla bağlı Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsində araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.